güzel yurduma ilkbahar gelip, en şirin, en güzel arzular gelip. Bu güzel yurduma ilkbahar gelip, en şirin, en güzel arzular gelip. Tabiat elinde komşalar gelip, Novruz bayramınız mübarek olsun. Tabiat elinde komşalar gelip, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramınız mübarek olsun. Semeni düzülüp indiyan yana, hoş ettir yayılır bu şirin cana. Semeni düzülüp indiyan yana, hoş ettir yayılır bu şirin cana. Bahar hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Novruz hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramınız mübarek olsun. Of çok yorulmuşam. Səhərdən evdə bahar təmizliyi edirəm, yeməklər bişirirəm, şirniyyatlar hazırlayıram. Anam bir tərəfdən çağırır, nənəm bir tərəfdən. Hansının birini yetişim bilmirəm. Çox yorulmuşam, çox. Salam, necəsən? Salam, bayramın mübarək. Bayramın mübarək. Nə olub, yenə də emirsən? Nə varım, çox yorulmuşam. Səhərdən evdə şirniyyatlar hazırlayıram, yeməklər bişirirəm. Anam bir tərəfdən, nənəm bir tərəfdən. Çox yorulmuşam. Bizdə də vəziyyət elədir, bilmirəm, hara gedim. Vallahi bizdə də eyni şeydir. Salam, qızlar, necəsiniz? Bayramınız mübarək, bayram mübarək. Necəsən? Böyürsən də mənim dalma düşüb gəlmirsən, get burada, sən tay düşün yoxdur. Get buradan. Niyə ciddi deyirsən? Sən nənəmə deyəcəm. Salam qızlar, necəsiz? Salam, sən necəsən? Bayramınız Bayramın mübarək. Siz Sizdə bayram hazırlıqları necə gedir? mən də yorulmuşam, o iş gör, bu iş gör. Vallahi bizdə də eyni Eyni şeydir. şeydir. Mən də çox yorulmuşam. Salam qızlar, necəsiniz? Salam. Nə yorulmuşsunuz bura? İşiniz gücünüz yoxdur? Nədir biz qızdıq deyə yığışa bilmərik, söhbət edə bilmərik, elə iş görmək üçün yaranmışıq, şənlənə bilmərik. Əlbəttə, şənlədə bilərsiniz. Bugün Novruz bayramıdır. Adətən qızlar evdə təmizlik işi görər. Yemək pişirər. Dadlı şirniyyatlar pişirər. Bəh. Adətən qızlar Novruz bayramında xonça tutar, səməni qoyar. Amma siz burada yığılıb boş-boş söhbət edirsiniz. Biz pişirək, siz də barmaqlarınızı yalaya yeyib kündərən yatarsınız, elə. Bəs siz niyə buradasınız soruşma qayıb olmasın? Nə var onun içində? Ver baxım görürüm. Mənə ver onu. Yoxsa elə bilirsiniz ki, pişirdiklərimizi bura gətirmişik. Yox, elə şey yoxdur. Bəs dilin qalın qullar yoxdur heç nə. Bəs deyirəm. Səhərdən açmışam. Anam deyir ki, axşama bayram süfrəsi açacam. Onda yeyərsən. Çox açmışam, valla. Allah mən sənə günündə. Aşağılar bir şey fikirləşin, görəsiz eləyər. Aşağılar, valla biz də sizin gününüzdəyik. Səhərdən o işi gör, bu işi gör, qolum qıçım qırıldı da. Vallahi bizdə də eyni şeydir, mən də çox yorulmuşam. Salam, Bayramınız mübarək. Necə belə görər, bayramlar keçirək. Nəyə qaçırsınız bura? Nə olsun ki yığışmışıq, yemək yox, içmək yox. Azərsən şənə döyürük burada. Ac. Almam. Ver görüm almamı. Almanızı ver, almanızı ver. Dayanın, nə istəyirsiniz? Almanı belə yer. Ay uşaqlar, alma bilən siz yiyəcəksiniz o. Bu kimə çatar? Sən almalı ver bizə qızlara, qızlar yesin. Qızlar niyə yeyir? Oğlanların ağzı yoxdur bə. Biz deyil, qızlar yeməli. Oğlanlar yeməli. Dayanın, tapdın. Nə tapdın? Bir oyun var. Nə oyunu? O fincan oyunudur. Fincan niyə çay içəcək? Yox, oyunun adı fincan oyunudur. Bizim bir almamız var, ancaq bilsə çoxuq. Hamı bu almanı yemək istəyir. Biz almanı götürüb kasanın altına qoyuruq və bu zaman bir nəfər gözlərini yumur. Sonra gözünü yuman adamın mahnı ilə səsləyirik. O gəlir, almanı tapsa, alma onundur və qalib olur. Bəs tapmasa? Tapmasa cəzalanır. Nə cəzalanır? Kim nə bacar, onu edəcək. Məsələn, nə? Rəqs edəcək, mahnı söyləyəcək, şeir, bayatı deyəcək. Bəs bunların heç biri bilməsə nə olacaq? Mənim kötüysən sən? Köçlü oluram. Əlimdən hər iş
sığmaz, mən də onu görüb kəsə gətirim. Əyləşin oynayaq. İndi kim gözlüyü var? Kimle başlayaq? Bence bizler başlasın. Oğlanlarla başlayaq. Onda sen gözlüyü. Ben çizim olur. Gəlin almanı çiziləcək. İkinci səhv. Gəlin indi mahnı ilə çağıraq. Almanı attım karala, kaldı sarala, sarala. Almanı attım karala, kaldı sarala, sarala. Atirime çöynək, ay sarı kəpçək. Atirime çöynək, arama kaldı sarala. Yaxşı, yaxşı. Deyin görüm, sizin üçün nə idi? Nə olacaq? Sizin üçün yaxşı şeydir. Necə Gəlsin. Novruz gələr vətənə, səsləyər yasəməni, bəzəyər bənövşələr, bütün çölü çöməni ilahi günlərində. Oyun çıxarar çosa keçərdən də gəl. Onların hər fəndinə, burada tamaşaya gəl, ilahi günlərində. Aferin sənə. Alma ilə mən deydim. İndi kim gözlüyü var? Elə mən özüm gedərəm. Onda sən gözlüyü. Gəl indi mahnı ilə səsləyək. Pəncərədən qış gəlir, ay bəri bax, cuma gözəl yaş gəlir, ay bəri bax, bəri bax, ay bəri bax, bəri bax, ay bəri bax, bəri bax. Gəlin kömini mən sizin üçün nə
hiç almanı tapmak istemezdim aynen. Aynen indi senle bizimle oynayırsan. Oynayıram bala oynayıram. Onlara ne gözünüzü? Yaxşı bala. Oh, benim de kırılır. Koca vaktimde uşaqlara qoşulub oyun oynayır. Alman üçün cüzdədir. Gelin mahnı ile çağıraq. Almanı attım sarala, kaldı sarala sarala. Almanı attım sarala, kaldı sarala sarala. Atirme çöynek, ay sarı çöpçek. Atirme çöynek, kaldı sarala. Ceza. Ben koca arvadım, ben sizin üçün neyim? Taxtaca bilmirəm, rəqs bilmirəm, şeir bilmirəm, bayatı bilmirəm. Alma da ben deydi aynene. Nənəm, mən səni başlı çalğay örtüb aynanın qarşısında oynayanda görmüşdüm. Bizimkilərə bir rəqs edə bilərsən? Ay səni, onda mənə bir nənə havası verir. Hamı bilir babaların cemaziz ülkesi var. Her obada, her ocakta büyüklerin nefesi var. Hamı bilir babaların cemaziz ülkesi var. Her obada, her ocakta büyüklerin nefesi var. Bu mahnımıza besleyin, sözümüzün esası var. Bir bakın bu güzelliğe, kimin bilir nesi var. Bir bakın bu güzelliğe, kimin bilir nesi var. 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 Nənəm, bincavana dəyər. İndi kim bilir gözlüyüm baba? Gəlində ən balacamızı göndərək. İndi kim cüzdədir Almanı? Gelin mahnı ile çağıraq. Pencereden taş gelir, ay beri bak, beri bak. Bunlar güzel yaş gelir, ay beri bak, beri bak. Beri bak, ay beri bak, beri bak. Ceza, 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 ceza. Ne bacarırsın? Anan evdeydi. Seni rəqs edərəm. Onda oyna. Ama sadece ben değil, bir de dostlarım da var. Onda oyna. Onlar oynamır. Çıbak çekiyor. Bundan sonra Burayı ben yine sebep attım gibi baharlar. Nereden ile bir de çekim bezdi yaralar. Yol ver buradan düzüm yüzü şıman düzüm. Gel gel düşen Azerbaycan. Her günden şafalıdır gül ve sevdalıdır. Her yanı gülşen Azerbaycan. Deli kızlar düzüm düzüm kürkür ağında. Açır penceremizin her budağında. Dost eller Karabağ'ından bu kalmadı. En çölleri bu torbanın hoş baharlıdır. O verler şuman düzü, düzü şuman düzü. Gel gel düşen Azerbaycan. Her günden sefalıdır, gül ve sevdalıdır. Her yanı gülşen Azerbaycan.
Maşallah. Ona bakın çok acayip. Necəsiniz uşaqlar? Niyə yığışmısınız belə bura? O necə oyundur? Başa salın görün. Ay kendi sahnede oyna. Kosa, bizim bir almamız var. Ancak hamı bu almanı yemək istəyir. Sən gedib gözünü yumursan. Biz almanı fincanların altına gizlədirik. Sonra səni mahnı ilə səsləyirik. Sən gəlib almanı tapsan, alma sənindir və qalib sən olacaqsan. Tapmasan cəzalanacaqsan. Nə cəzası? Nə bacarırsan onu edəcəksən. Rəqs edəcəksən, mahnı söyləyəcəksən, şeir bayatı deyəcəksən. Razısan, oynayaq. Yaxşı, oynayaram da mən də sizinlə. Onda gözlərini yox. Oldu. Çəkinizi toparlayın. Mənim də sizə bayram sovqatım var. Gözləyin. Almanı mən tapdım. Alma mənimdir. Ancaq mən sizə bayram sovqatı gətirmişəm. Siz birbirinizlə döyüşdürün yumurtaları, mən də gedim müəllimlərlə döyüşdürün. İndi Taranı mənim, Reyhan mənim, siz birbirinizlə döyüşdürün, mən də İradə mənimlə döyüşdürün. Birincisi başlasın. Kazandım. Tamam. Sen izleyenler misiniz? Hayda, durdum. Durdum. Şimdi aynen siz o yumurtaları mənə verirsiniz. Siz ne yiyirsiniz o yumurtaları? Size şeker buraya alır. Çok sağ ol. Ay Kosa, çok sağ ol bayram sovqatı üçün. Biz də tədbir hazırlamışıq. Gəl əyləş, tədbirə bax. Bu da bizdən sənə Novruz bayramı hədiyyəsi olsun. Yaxşı oldu, oturup bakalım. Paketler. Novruz şəhərlərimizə xoş gəlmisiniz. Ölkəmizin hər bir güşəsində, o cümlədən Qarabağımızda bayramla əlaqədar tonqallar qalanır, el şənlikləri keçirilir. Novruz bayramı hər bir Azərbaycanlı üçün əziz bayramdır. Ulu babalarımızdan əsrlərdən nəsillərə keçib gəlmiş bir bayramdır. Novruz bayramı özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə sıx bağlı olduğundan adət-ənənələrlə də zəngindir. Ümumili lider Heydər Əliyev demişdir, böyük mənəvi gücə malik olan Novruz bayramı əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunun və yaddaşının onun daxili aləminin bütün zənginliyi ilə təbiətin oyanışının yenidən canlanmasının müjdəsidir. Novruz bayramı Azərbaycan xalqının ən əziz bayramıdır. Novruz bayramı bizim milli bayramımızdır. Novruz gəlir yurduma, hər tərəf gül çiçəkdir. An sonraki kəl-kösa meydana gələcəkdir. Hər tərəf işıq saçdı, Novruz gəldi sevindik. Kədər bizdən gen qaçdı, şadyanlığa büründük. Tonqal çatıb uşaqlar atlanırlar üstündən. Qorxu yoxdur alovdan, göz çıxadar üstündən. Çərşənbələr ard-arda mənalıdır hər biri. Bərəkət simvoludur neçə min ildən bəri. Qızlar fala baxarlar, bulaq üstə çıxarlar. Ətirli bənövşəni dərib döşə taxarlar.
İlaxır günlərində qodu gəzərlər, qol çirməyib süzərlər, qoğal dolu xonçanı süfrələrə düzərlər. İlaxır günlərində. Novruz gəlir yurduma, yer, göy necə şad olur. Küskün düşən ürəklər, könüllər abad olur. Yaşıllaşıb yenə də təbiyyət şuşa gəlir. Nə xoşdur vətənimə, bayramlar qoşa gəlir. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Bəzi qədim inançlara görə kainat 4 ünsürdən su, od, külək və torpaqdan yaranıb. Ona görə də Novruza bir ay qalmış 4 çərşənbə qeyd olunur. Çərşənbələr bir-birini əvəz etdikcə təbiət canlanır. Bu ulu yaradanın bir hikmətidir. Çərşənbələrinin hər birinin öz adı, özünə məxsus inançları var. Birinci çərşənbə su çərşənbəsidir. Bu zaman dağların zirvəsindəki buz bağlayan yerlər əriyib çaylara tökülür. Ara sıra yağışlar yağır, torpaq cana gəlir. İkinci çərşənbə ot çərşənbəsidir. Ot çərşənbəsində günəş torpağı yavaş-yavaş qızdırır, isidir. Ot çərşənbəsində tonqal qalanır, xonça bəzəyirlər. Üçüncü çərşənbə, yeni çərşənbəsi. Bu ərəfədə yer təzəcə oyanmış torpağı, təzəcə tərlənmiş yara həssas gülləri tərlədir. Ağacları və tumurcuqları yerlədir. Dördüncü çərşənbə torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində süfrəmizin təamlarından olan şəkər, bura, patlava, qoğal və sair şirniyyatlar hazırlanır. İlin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. 4 çərşənbədən sonra xalqımız böyük sevinclə Novruz bayramını qeyd edir. Novruz təzə il deməkdir. Baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsr yeniyin məzhəbin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni bir saat, şadlıq və sevinç gəlir. İndi məktəbimizin rəqs dərnəyinin üzvlərinin hazırladığı rəqsə baxaq.
Novruz şənliyi edirik. Yaxşı, yaxşı. Deyin görün, bizim çoxan görmüsün. Bəli, orada oturur, bizə baxır. Baxmır, yatır. Ay, adam da belə tədbiri var, yatarıq. Ay çoxsa dur, tədbirə baxaq, dur. Dur, ay çoxsa dur. Tədbirə baxaq, dur. Novruz bayramında şəl-şəl duraq, xalqlava, şalqoxalı və necəşdiriyətlər, boyanmış yumurtalar süfrələri bəzəyir. Adətə görə süfrəyə sır hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda ahıl insanlara baş əkmək, onlara bayram sovqası vermək vacib hesab olunur. Novruz bayramında Novruzgülü bənövşə açmağa başlayır. Bənövşəni görən aşıq üç telli sazı dinləndirib ürəyinin səsini qatır bənövşənin səsinə. Yazın növ varsan bizim diyarda, qıvrım tellərinə sana bənövşə. Mən səni sevmişəm bir iki baharda, könlümü vermişəm sənə bənövşə. Sənsən əzəl gündən mənim sirdaşım, gözündən ayrılsın axar göz yaşın. Gövdənin üstündə durmayır başın, vuranda boynunu yana bənövşə. Çıxmışam seyrinə meyli məzəli, heyrandır üstünə ellər gözəli. Könül yaylağındır yaxın gözəli, çoxları kisəndir mana bənövşə. Novruz bayramında axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidən ilk söz niyyətin baş tutub tutmayacağını aşkar edir. Papa qaçma da Novruzun qədim adətlərindəndir. Ev yiyəsi papağa bayram şirniyyatlarından yığaraq qapıya qoyur. Səməni cücətmək də Novruzun əsas adətlərindəndir. Ey səməni, saxla məni, hər il göyərdərəm səni. Ayaq bastın ölkəmizə, bol-bol şənlik gətir bizə. Çatır-çatır yansın ocaq, şadlıq etsin oğul uşaq. Sümbül saçlı tarla əkin, parıldasın qızıl təkin. İndi isə məktəbimizin rəqs qrupunun hazırladığı səmən rəqsinə baxaq.
sakla beni. Sen beni, ay sen beni sakla beni. Bayramda her il meclis güzelde, el çekerim senin kimi güzelde. Bayramda her il meclis güzelde, el çekerim senin kimi güzelde. Zümrelerin gözleri sen güzeller, yaraşırsan o dağlara sen beni. Bizimle huyur gülenleri, severim ay seveni sakla beni. Güzel dükkanıma nergis ya seveni, severim ay seveni sakla beni. Severim ay seveni sakla beni. Bayramının dövlət səviyyəsində qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir. Əsrlərin sınavından çıxmış mənəvi dəyərlərimizdə, adət-ənənələrimizi özündə yaşadan Novruz, insanlar arasında birliyin və mehribançılığın möhkəmlənməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsini özündə əks etdirən bir bayramdır. İndi rəqs qrupumuzun ifasında ritmik bir rəqsə baxaq.
Ne demeye gelmişim? Geldi bahar bayramı. Rahmetli bayram havası. Bu Novruzlu uşaklar. Oynasın gel Allah'ı. Elimizə bahar gəlir. Kəndimizə bahar gəlir. Yaşıllaşır təbiət. Yurduma bahar gəlir. Yumurta boyanıbdı. Bərənç boyanıbdı. Boyunu udan oğlan. Önümdə dayanıbdı. Novruzum ay Novruzum. Sen gerçin olsun arzu. Senin hoş gelişinle. Bol olsun çörek tuzu. Bahar qızı naz edər. İşvə edər naz edər. Könlümə sizlərimi. Qəlbimdə pərvaz edər. Bugün biz rahatlıkla Novruz bayramını qeyd edirik. Bu günümüz için başta Ali Başkomandanımız İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, güclü ordumuza borçluyuz. Onların sayesinde artık 5. yıldır ki Qarabağımızda da Novruz şənliyi qeyd edilir. Arzu edirik ki həmişə belə firavan, azad yaşayar. Yollar boyu atıldı güller, ayağımız bu ayağına koşar. Kar bülbül kalkıp gündüze kar, bayram edilsen yine susar. Bir gün asker tam olsun ucum, sen ol bizden azal edip torpalarım. Geldim milletine. Karşında bütün cahan Eylememiz torpağında Ben bir nefer tarif yaşam Şanlı belen çıkmaz yandan Yaşasın ağabey tarif yazam Severim bir dastan Savaşında bütün cahan Eylememiz torpağında Yaşasın
səma mavisiz, quş qanadsız, dünya tarixsiz ola bilməz. Novruz da kosa və kekarsiz olmaz. Aşağıda. Aşağı harada? Lap aşağıdan. Mən lap qışlaqdan durub bura gəlmişəm. Elə mən də oradan gəlirəm. Ay çosa, qışlaqdan bura, göldə qədər məktəb var. Niyə o məktəblərin hiçbirini getməyib? Bu məktəbə gəlmişsən. Düz dayı keçər. Mən neçə məktəbin qabağından keçib gəlmişəm. Amma burada olan istiliyi heç bir məktəbdə görmədim. Ona görə mən bura gəldim. Yaxşı ay çosa, de görüm nə gətirmişsən? Alma. Amma hara? Dayan görüm, yoxdur, satmışam. Satmışsan, pul hanı bə? Öküz aldım. Öküz? Öküz hanı? Vurdum öldü. Ay da çosa verdi, çosa, ay çosa, çosa. Canın sağ olsun çosa, karşınızın meclisa, efendisi dönmez. Benim kadar canlıdır, yollarımın canlıdır. Bir canlıdır, gönlüm otal başında, telefonlar başında. 55 yaşında, görme tamamını çosa. Ha, durdum, nə var, nə olub? Niyə yetmişsiniz bura? Bugün bahar bayramıdır. Yaxşı, bahar bayramıdır. Və hanı sizin bahar qızı? Hanı sizin konça? Ay çosa, gəlin sizli bizli bahar qızını səsləyək. Baharın müjdəsi olan Novruz gəldi. Qoy bu bayram hər kəsə xoşbəxtlik və firavanlıq gətirsin. Artıq respublikamızın hər yerində o günlərdən Qarabağsa da Novruz bayramı keçirilir. Ona görə də mən başda şəhid anaları olmaqla bütün xalqımızı təbrik edirəm. Allahdan şəhidlərə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, hər il Ali Baş Komandanımızın rəhbərliyi ilə Cıdır düzündə Novruz tonqalları qalansın. Novruz bayramınız mübarək.
əziz müəllimlər və şagirdlər, bununla da tədbirimiz sona çatdı. Hər birinizə uzun ömür və can sağlığı arzu edirik. Bu qədər söz söhbət